Hamıya salam. Bu kursumuzda madəm ki, musiqi əsərlərinin təhlili ilə məşğul olacağıq, ona görə heç olmasa bir dərs musiqini ədəbiyyat ilə müqayisə etməyin lazım olduğunu düşünürəm. Ədəbiyyatla musiqi bir-birinə sıx, möhkəm bağlıdır. Hətta o dərəcədə ki, mənim müəllimim, o böyük insan, gözəl insan, professor, bəstəkar Aydın Əzimov həmişə deyir ki, musiqi ilə söz əkizdir. Musiqi ilə söz əkizdir. Toyuq yumurta misali, yəni birinci hansının əmələ gəldiyi hələ bəlli deyil. Vəziyyət belə ikən musiqidən bəhs edərkən, xüsusilə musiqinin formasından əgər biz danışacağıqsa, ona görə heç olmasa bir dəfə ədəbiyyat və dil qayda qanunları ilə musiqini biraz müqayisə edək. Bu qısa bir müqayisə sizin bundan sonraki dərslərinizdə musiqi əsərlərinin formasının təhlilinə bir yardımcı olacaq, faydası toxunacaq. Çox uzatmadan başlayaq. Sizə bir kitabdan misal göstərim. Dövlətə bağlılığın əhəmiyyəti adlı bir kitabdır. Bu kitabın içində nə var? Mündərizatda 5 böyük bölmə var. Biz bu əsəri silsilə əsərlərlə müqayisə edə bilərik. Məsələn, suita deyə bilərik, sonata, konsert, simfoniya və yaxud biz opera deyək. Deyək ki, bu 5 pərdəli bir operadır. Müqayisə edirik sadəcə. Və hər pərdənin adı var. Bu giriş hissədir. Giriş hissəyə operada nə deyirlər? Giriş hissə deyirəm, yəni böyük hissə yox. Operanın girişinə nə deyirlər? Uvertura. Və bu bizim uverturamızdır. Sitatımız var. Sitat musiqidə var. Məsələn, Fikrət Əmirov çox istifadə edib sitatlardan. Burada da yenə sitat və birinci pərdə başlayır. Baxın, burada bir alt başlıq görürük. Buna nə deyə bilərik biz, məsələn, operanın içində? Şəkil deyə bilərik. Bu birinci şəkil. Sonra ikinci şəkil. Alt başlıqlar var. Üçüncü şəkil. Diqqət edirsinizsə, baxın, hər səhifəni çevirdiyimdə hər başlıqda fərqi yoxdur. Hər yerdə abzaslar var. Hər yerdə abzaslar. Biz bu abzasları musiqidə nə ilə müqayisə edə bilərik? Periodlarla. Bütün əsərləri, bütün janrlar fərqi yoxdur. Ən kiçiyindən tutun, prelüddən tutun, böyük silsilə əsərlərə qədər hamısının içində periodlar var. Hətta deyə bilərik ki, periodlardan qurulur. Baxın, burada da abzaslar var. 1 abzas, 2 abzas, 3 abzas. Bu şəkildə. Ən sonda da nəticə adlı alt başlıq var. Əgər biz buna sonata kimi baxsaydıq, bu nə olardı nəticə? Olardı tamamlayıcı mövzu. Misal üçün, və yaxud koda ola bilərdi. Simfoniya kimi baxsaydıq bu əsərə, bu kitaba, bu ola bilərdi koda və yaxud sonatanın bir tamamlayıcı hissəsi. Bunları sizə niyə deyirəm? Musiqi formaları ədəbiyyatdakı formalara çox oxşuyur. Yəni siz tutaq ki, musiqi formalarına yadsızsa, yabancısızsa, hər halda nə vaxtsa bir şeir oxumusunuz, qəzəl oxumusunuz, hekayə oxumusunuz, onun formasına təxminən aşinasınız. Abzas nədir bilirsiniz? Abzasda bilirsiniz, fikir yekunlaşır, yeni bir fikir başlayır, yeni abzasla. Buna yenə deyirəm, musiqidə məsələn period deyə bilərik. Periodun içində nələr olur? Cümlələr olur. Baxın, bu abzasın içində neçə dənə cümlə var? 1 cümlə, 2 cümlə, 3 cümlə. Hər cümlə nədən təşkil olunur? Söz birləşmələri var, sözlər var cümlələrin içində. Periodun da içində cümlələr var. O cümlələr də bölünür frazalara, yəni ibarələrə. Onlar da bölünür motivlərə. Motivlərdə ola bilsin submotiv olur, intonasiya olur, siqnal olur və s. Hamısı eyni şəkildə ədəbiyyatda baxın. Bunları sizə ona görə deyirəm ki, musiqi əsərlərinin formanı təhlil eləməkdə o sizə çətin gəlməsin, gözünüzdə böyütməyin. Əslində sizə tanış olan bir şeydir, bildiyiniz bir şeydir. Sadəcə burada məsələn biz söz deyirik ədəbiyyatda, amma musiqidə ona motiv deyəcəyik. Ədəbiyyatda, yəni Azərbaycan dilində, qrammatikada söz birləşmələri olur, biz ona musiqidə frazalar deyəcəyik. Mən indi gələn dərslərimizdə bunları sizə motiv, fraza, cümlə bunları izah edəndə yenə bu nümunələri sizə göstərəcəm. Demək istədiyim odur ki, gözünüzü qorxutmayın, gələcək dərslərimiz çətin olmayacaq. Bu dərs ümumiyyətlə çətin bir dərs deyil, kursumuz rahat keçəcək. Çox uzatmadan sizə kiçik bir neçə nümunə daha göstərmək istəyirəm. Baxın, belə bir cümlə var. Bu cümləni mən özüm hazırlamamışam. Hazırlayanlardan Allah razı olsun, internetdən tapdım. Bildiyiniz kimi bir nəzm forması var, bir də nəsr forması var. Nəsr forması məsələn roman, hekayə, nağıl, məktub və s. Nəzm forması da şeirdir. Qoşma ola bilər, bayatı, gəraylı və s. Hal-hazırda bu gördüyünüz kiçik bir mətn bu nəsr formasındadır. Mən sükuta qərq olmuş ürəyimlə yenə də Muğan çölündən keçirəm. Bir ana ceyran yanında balası əyilib yağış gölündən su içir. Burada musiqillik nə qədər var? Yəni çox deyil, elə deyilmi? Bu daha çox musiqidə buna deklamasiya deyirlər. Bax, musiqillik yenə var. Amma bu
deklamativ şəkildədir, yəni adi danışıq şəklindədir. Fəqət biz buradakı cümlələri buna heç bir əlavə etmədən və yaxud azaltmadan bu sözləri qayda qanunla yığsaq, onda musiqilik əmələ gələ bilər. Misal üçün sizə misal örnəyini göstərim, daha aydın olar. Bu şəklə salsaq, bax həmin mətindir. Həmin mətni biz bu şəklə salsaq, sükuta qərq olmuş ürəyimlə mən keçirəm yenə də Muğan çölündən. Yanında balası yağış gölündən, əyilib su içir bir ana ceyran. Burada nə əmələ gəldi? Diqqət edin, baxın, ürəyimlə mən çölündən, gölündən artıq qafiyyə əmələ gəldi. Bu qafiyyə nə hissi yaradır? İnsanda bir ritmiklik, bir musiqilik yaradır bu şeirdə. Yəni bir bunu oxuyun, bir də bunu oxuyun, arada nə qədər fərq var? Musiqilik baxımından deyirəm, məntiq eynidir, mənası eynidir, heç bir şey dəyişmir. Sözlər birəbir eynidir. Burada nə qədər heca sayı varsa ümumi, burada da o qədər var. Amma biz burada bu sözləri bir qəlib içində topladıq. Misal üçün neynədik? 4 sətir, hər sətirə 14 heca düşür və burada qafiyəni biz oluşturduq. Qafiyəsiz də olar, istəyirsiniz. Burada eyni şeyi mən qafiyəsiz halda yığmışam, sizə göstərim. Sözlər eynidir, heç nə dəyişməyib. Hətta baxın, bu sətirdə hansı söz varsa, bu sətirdə də həmin sözlər var. Bu sətirdə hansı sözlər varsa, bunda da eynidir. Heca sayı da eynidir, sözlər də eynidir. Sadəcə indi baxaq. Mən sükuta qərq olmuş ürəyimlə yenə də Muğan çölündən keçirəm. Yağış gölündən yanında balası. Bir ana ceyran əyilib su içir. Burada musiqilik nə qədər var, nə qədər hiss elədiniz? Bunun qədər güclü deyil, elə deyilmi? Daha təsirli deyil. Sükuta qərq olmuş ürəyimlə mən keçirəm yenə də Muğan çölündən. Yanında balası yağış gölündən əyilib su içir bir ana ceyran. Bu üçünü müqayisə eləsək mənə ən təsir eləyən budur. Burada musiqilik var, ritmika var. Hiss olunur ki, bir qayda qanun var, kural var. Ona görə bu daha təsirlidir. Bununla nə demək istəyirəm? Musiqi əsərlərdə belə qurulur. Qayda qanun əsasında hər hansı bir səsləri, musiqi səslərini yan-yana qoşanda oradan musiqi əmələ gəlmir. Onun bir forması olmalıdır, bir qəlib olmalıdır, bir qayda qanun ətrafında mütəşəkkil şəkildə bu musiqi səsləri yığılmalıdır, toplanmalıdır. Məsələn, tonallıqdır, formadır, melodiyası, harmoniyası, kadensiyası, fakturası və s. Biz bunlara gələcəyik, mən hələ bu terminləri işlətmək istəmirəm. Sizə sadəcə bunu demək istəyirəm ki, formanın əhəmiyyəti musiqidə çox önəmlidir. Necə ki, ədəbiyyatda önəmlidir, təsir etmə baxımından. Musiqidə də forma çox önəmlidir. İndi gələcəkdə mən göstərəcəm hər hansı bir musiqini, sizə tanış olan bir musiqini. Böləcəyik, parçalayacağıq, ortasını əvvələ gətirəcəyik, əvvəlini axıra aparacağıq. Onda görəcəksiniz ki, pozulur, təsiri itir. Yenə musiqidə, yenə həmin notlardır, yenə həmin xanələr olur. Amma qayda qanun pozulanda musiqinin də təsir gücü pozulur. Biz musiqi formalarını nə qədər yaxşı bilsək, nə qədər anlasaq, o musiqi qulaq asanda bizə daha çox zövq verər. O bəstəkarın o qabiliyyətidir, neynədiyidir, neynəmək istədiyidir. Biz ondan daha çox zövq alarıq. Biri sizə bilmədiyiniz bir dildə şeir desə, o sizə nə qədər çox təsir eləyər. Elə deyilmi? Amma bildiyiniz öz ana dilinizdə və yaxud başqa dil bilirsə, o bildiyiniz bir dildə birisi bir hekayə oxusa, roman oxusa, o sizə daha çox xoş gələr. Ona görə mən düşünürəm ki, musiqi əsərlərinin formasını ən azından özümüz üçün estetik olaraq musiqidən hətta daha çox zövq almağımız üçün öyrənməliyik. Sizə başqa bir misal göstərim. Belə bir mətn var qarşımızda. Deyək ki, bunu bizə veriblər və yaxud hardansa əlimizə keçib və bunun forması haqqında bizdən fikir soruşurlar. Siz ilk baxışda buna nə deyərsiniz? Bax, ilk baxışda bu şeirə oxşuyur, elə deyilmi? Çünki baxırıq, kupletlər də bunlar. Hər sətirdə 4 misra var. Baxın, qayda qanunlar özünü göstərir. Hərfləri tanımadığımıza görə, oxuya bilmədiyimizə görə, sözləri başa düşmədiyimizə görə hecalarına bölə bilmirik hələ ki. Bu yeri gəlmişkən Göktürk hərfləridir. Göktürk hərfləri bizim öz ata-baba runik hərflərimizdir. Latıncanın atası olan hərflər. Buna qatılanlarınız olar, qatılmayanlarınız olar və təəssüf ki, biz bunu unutmuşuq, indi oxuya bilmirik. Sizə nəyi demək istəyirəm? Bu mətnə baxar-baxmaz biz bunun forması haqqında hər hansı ilkin bir fikir verə bilirik. Biz bunu deyə bilərik ki, bu nəzm formasındadır, şeirdir yəni. Bu 1 bənd, 2 bənd, 3 bənd, bunu hardan bilirik? Məsələn, arada boşluqlar var. Hansı ki, biz buna musiqidə sezuralar deyəcəyik. Bu aradakı boşluqlar bu mətni bəndlərə bölür və biz bunun şeir olduğu qənaətinə gələ bilirik. Və yaxud belə bir mətn sizə göstərim. Bu nədir? Bu çox böyük ehtimalla şeir deyil. Çünki buradakı kimi, baxın, burada daha aydın, net görsənir. Hər bənddə 4 dənə sətir var. Burada biraz forma başqadır. Amma yenə də təyin edə bilərik. Bax, biz burada təyin edə bilərik ki, hər nədirsə, bax, bu mətn 3 hissədən ibarətdir. Bu birinci hissədir, yenə boşluq var. Baxın, boşluq bizə əlaməti verir. Birinci əlamət.
ən aydın görsənir. Arada bir boşluq var. Bu birinci hissə, bu ikinci hissə, bu üçüncü hissə. Burada həmçinin 3 ulduz da var. Boşluqdan ziyadə bir 3 dənə də ulduz var. Və də başlıqlar baxın böyük hərflərlə də əlamətlər var. Yəni bəlli bir əlamətləri olur. Musiqi əsərlərinin formasına da baxanda biz onu təhlil edəndə bizə əlamətlər görsənəcək. Burada bir əlamət daha var. Diqqət edərsəniz biraz böyüdüm. Birinci hissənin 2 bölümlü olduğunu görürük. Burada baxın tünd hərflərlə bir alt başlıq verilib. Demək ki, bizim birinci hissə 2 bölmədən ibarətdir. Birinci hissə, ikinci hissə və üçüncü hissə. Bu artıq hər nədirsə, nə bilim, kiçik bir hekayədirmi, yoxsa nədirmi? Bunun 3 hissəsi var. Formalar sadəcə bədii ədəbiyyatda istifadə olunmur. Misal üçün, əmr forması burada görürsünüz. Və yaxud sizə ərizə formasını göstərim. Arayış forması bilirsiniz. İzahat forması var. Hərəsinin özünə məxsus forması var. Yəni sadəcə musiqi əsərlərinin və yaxud ədəbiyyatdakı əsərlərin forması olmur. Bu bildiriş formasıdır. Elektron formalarda olur həmçinin. Protokol forması var. Ezamiyyət vəsiqəsinin öz forması var. Hər şeyin öz forması var. Bunlar sadəcə bir neçə örnək. Forma hələ hər şey demək deyil. Bunun məzmunu da önəmlidir. Məsələn, burada əmrdirsə, əmr formasında da, amma onun məzmunu nədir? Nəyin əmridir bu? Kim əmr edir? Kimə əmr edir? Və yaxud deyək ki, bu arayışdır. Arayışın içində nə yazılıb? Deyək ki, izahatdır. Nəyin izahatıdır? Burada məzmun, söhbət nədən gedir? Nə haqqındadır bu izahat? Və s. Kimdəndir, kimədir? Lap olsun məktub. Məktub hansı məzmundadır? Kimə yazılıb, niyə yazılıb? Onun məzmunu nədir? Eşqnamədirmi, yoxsa şikayətnamədirmi, yoxsa məlumat xarakterlidirmi? Məktubun yazılma məqsədi nədir? Kim tərəfindən kimə yazılıb və s. Musiqidə həmçinin elədir. Hər bir əsər ünvanlıdır. Hər bir əsər məktub kimidir. Onun içində məzmunu var, forması var. Hər bir əsər, yəni mesajdır. Bir bəstəkar əsəri yazarkən həm formaya hakim olmalıdır, forma kurallarına, həm kontrapunkt kuralları var. İstər harmoniya olsun, əgər lazımdırsa əsərdə. İstər yazdığı alətin xüsusiyyətləri olsun. Misal üçün, fleyta üçün əsər yazan bir insan ora akord, 3 səsli akord verə bilməz. Çünki fleytadan tək səs çıxır. Fleyta çalan 3 səsi eyni vaxtda çıxarda bilməz o alətdən. Və yaxud fleyta üçün böyük oktavada əsər yazılmaz. Uzun sözün qısası, bəstəkar musiqidəki qayda qanunlara tabe olmalıdır. Və bu qayda qanunlardan biri formadır ki, biz bu kursumuzda bunu öyrənirik. Davam edən dərslərimizdə mövzular sizə daha yaxşı açıqlanacaq. Formanı əmələ gətirən prinsiplər var, qayda qanunlar var, əlamətlər var. Onlardan sizə bəhs edəcəm və sonra nümunələrə baxacağıq. Biz bu kursumuzda təxminən demişəm 100-ə yaxın əsər təhlil edəcəyik. Göstərəcəm sizə inşallah yavaş-yavaş. Sizi çox yormayım. Bir sonraki dərsimizə keçək. Hələlik.